Xocalı rayonunda hərbi sursat partlayıb. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Mina Təmizləmə Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Xocalı rayonunun Xanyurt kənd ərazisində bugün Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Akşin Arif oğlunun əlində əl qumbarası partlayıb. Belə ki, qumbaranın partladıcı mexanizminin partlaması nəticəsində 17 yaşlı şəxs sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərər çəkənin 3 barmağı amputasiya olunub. Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Mina Təmizləmə Agentliyi bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.